İmam Səccadın Allah dərgahına zəliliyini izhar etməsi. İlahi, günahlarım məni söz deməkdən saxlamış, sözümün ipi qırılmış. Belə olduqda pisliyimə bir dəlil yoxdur. Buna görə də öz xətalarımın əsiri, əməllərimin girovu, xətada sərgərdan, məqsəddən ayrı düşmüş və bütün vücudumla çarəsiz qalmışam. Özümü günahkar zəlilərin, yüngül sayanların məkanında saxlamışam. Paksan sən, hansı cürətlə sənə qarşı itayətsizliyə qalxdım? Özümü nə cür həlakət səhrasına atdım? Ey mənim ixtiyar sahibim, üz üstə düşənə və xətalarıma rəhm et və nadanlığım önündə həlimliyimə, pis əməllərimə qarşı ehsanınla rəftar et. Çünki günahlarımı iqrar edib, xətalarıma ehtiraf edirəm. Bu nəfsimdən qisas üçün ahuzarla təslim etdiyim başımdır. Qocalığıma və ömrümün ötməsinə, ölümümün yaxınlaşmasına, zəifliyimə, acizliyimə, körlüğüma, çarəsizliyimə rəhm et.